uçulduk bu dünyada, ayrı ayrı doğulduk bu dünyada. Ahır gelip bir olduk bu dünyada. Ey hayat sen ne garibesen. Sana kimi baktın mənə, sen gün kimi baktın mənə. Gözlerinin karasına güldü ömrüm baktı mənə. Aylar keçirirler keçir aklım olur. Yadlar gelir doğma olur yakın olur. Məhəbbətlə ötən ömür nağıl olur. Ey hayat sen ne garibesen. Ey hayat sen ne garibesen. Bəli, sabahınız xeyir olsun, gününüz uğurlu olsun, hörmətli izləyicilər. Mən Kamal Cavadın təqdimatında Dünya Televiziyasında, bəli, dünya boyda ürəyi olan Dünya Televiziyasının daimi tamaşaçılarını salamlayıram. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Dünya doğrudan həyat, sən nə qəribəsən. Biz dünən görüşdüyümüz, tanıdığımız insanları bir müddətdən sonra görmürük, zaman keçir, vaxt keçir. Amma o insanlarla rastlaşanda, onları görəndə bir anlıq o insan nostalji hisslərə qapanır. O mahnının özü də nostaljidir. İnsanları bir anlıq keçmişə aparır. O, elə keçmişdə olan xatirələr hər zaman tez-tez xatırlayaq, tez-tez yadımıza salaq. Qoy, hər zaman bu ifadəni söyləyəndə mənim könlüm ürəyim açılır. Qoy, hər zaman həyatınızda sizə dəyər verən insanlar olsun, sizi sevən insanlar olsun. Gününüz uğurlu olsun, əhvalınız xoş olsun, bəli. Teşekkür edirəm Orxan. Bu mahnı gələndə Yusuf bilir ki, bizi izləyən tamaşaçılarımız bilir ki, efirdə bugün Orxandır. Yəni rejissorumuz Orxan. Operatorlarımız Baharımızı salamlayıram. Baharın da fəsli gəlir. Bəli, hörmətli izləyicilər, bugün Baharın artıq təravətini duyuruq, baharın ətrini duyuruq. Artıq o bahar abu-havası var. Həm studiyamızda bahar abu-havası var, həm də ki, maşallah, havaya çıxanda o baharın ətrini duyuruq. Bugün ilk çərşənbədir, su çərşənbəsidir və qoy bu bahar, inşallah, artıq sayılı, mən deyərim, günlər qalıb, sayılı günlər qalıb. Qoy bu baharda elimizə, obamıza, yurdumuza sevgi gətirsin, bərəkət gətirsin, uğur gətirsin. Qoy hər zaman millətimizin, xalqımızın başı uca olsun. Heç bir zaman pis xəbərlər eşitməyək, amin. Yalnız sevincli günlər olsun, vətənimiz sağ olsun, gücümüz güclü olsun. Bütün dünya bizləri, qalib Azərbaycanımızı və bizim istedadlı balalarımız da var. Təbii ki, onları da birazdan studiyamızda görəcəksiniz. Onları tanıyaq və biz də sevə-sevə onları təbii ki, təqdim edəcəyik studiyamıza. Hörmətli izləyicilər, mən WhatsApp nömrəmizi söyləyim. 055-866-44-64 WhatsApp nömrəmizdir. Bugün biri-birindən dəyərli, istedadlı balalarımız var. Biz hər zaman istedadlı balalarımızı önə çəkməliyik, onları yaxşı mənada, gözəl bir şəkildə təqdim etməliyik. Çünki onlar bizim gələcəyimizdir. Deyir, uşaqlıqda gələcəyi uğrunda hər zaman çaba yapan, ümumiyyətlə hər zaman uğur qazanmaq istəyən uşaqlar hər zaman qarşısına bir məqsəd qoyur və arzu edirəm ki, bütün uşaqlar məqsədinə çatsın. Bir axsaqlığa sual verirlər ki, kimlərdən nümunə götürək? Deyir, uşaqlardan. Deyirlər ki, yanılırsaq, uşaqlar heç nə bilmir. Əksinə, uşaqlar insan üçün 3 keyfiyyətli xüsusiyyətə malikdir. Birinci, hər zaman başları qarşı olur. İkinci, çox xoşbəxtdirlər və üçüncü, atadan, anadan, müəlliməsindən və efirdən nəyə əldə etməyə yaxşı bilirlər. Bugün doğrudan da bizim biri-birindən dəyərli istedadlı gül balalarımız var. Onları sevə-sevə təqdim edəcəm və ilk olaraq istedadları tanıyaq və tanıdaq İctimai Birliyin sədri Vüsalə Qələndərlini salamlayıram. Hər zaman bizim gül balalarımızın yanındadır, onlara köməliyini əsirgəmir və bugün də o istedadlı balalarımız qonağımızdır. Mən elə ilk olaraq istəyirəm ki, sizinlə salamlaşım, ondan sonra istedadlı uşaqlarımızı studiyamıza dəvət edəcəm. Sabahınız xeyir olsun, təşəkkür edirəm dəvətə görə. Biz 2026-cı ildə demək olar ki, ilk çəkilişimizdir, efir çəkilişimiz. Bundan öncə sizin verilişlərdə çox qonaq olmuşuq. Bəli, Xuraman xanımın təqdimatında. Bəli. Salamlayırıq Xuraman xanımı da. Biz də salamlayırıq. Bütün Azərbaycan xalqımızı, dəyərli gənclərimizi, ekran qarşısında bizi izləyən istedadlı balalarımızı da buradan salamlayıram. Bugün də istedadları tanıyaq və tanıdaq İctimai Birliyinin bir qrup, kiçik bir qrupuyla qonağınız olduq. İnanırıq ki, onların da çox gözəl ifaları olacaq və hər birini bəyənəcəksiniz. Neçə il fəaliyyət göstərir? Bu
İctimai Birliyi. 9 il olacaq, 9 amma il. bəli, 2021-ci ildə dövlət qeydiyyatına alınmışıq. Ondan öncə də bizim çox gözəl fəaliyyətimiz Və oldu. ünvan olaraq harda yerləşir sizin bu? Bizim ofisimiz Sabunçuda yerləşir, amma biz dövlət layihələri icra edərkən, yəni fərqli məkanlara, hətta son illər regionlarda da oluruq. Regionlarda da olursunuz. Sizi bax oradan xahiş edəcəm əyləşməyinizi. Mən istəyirəm ki, o gül balalarımızı təqdim edim. Ondan sonra ardınca sonda ifa ilə keçid alacaq. Yusif bizim istedadlı balamızdır. Gələcəyə parlaq olsun, sevilib seçilən oğullardan olsun inşallah. Elə efir vasitəsilə onu izləyən tamaşaçılarını və eyni zamanda əzizlərini, doğmalarını, valideynlərini salamlayıram. Maşallah efirə çox gözəl yaraşır, karizmatikdir. Böyüyəndə yaxşı model də olar səndən. Hə? Fikrin var? Maşallah. Allah qorusun. Mən ilk olaraq dəvət edim Yusif Hüseynli. Xoş gəlib, səfaları gətirib Hüseyn. Əyləş oradan bir-bir təqdim edəcəm. Tofiq İsmailov bizim dəyərli, bəli, ifaçımızı da dəvət edirəm. O da birazdan təbii ki, gözəl ifasını səsləndirəcək. Gəl əyləş oradan. Bizim bir gül balamız var, Allah saxlasın deyir. Gül üzlü, nur üzlü Rüqəyyə balamız dünyaya gəldi, göz yaşı yanağında. Gül üzlü, nur üzlü Rüqəyyə balamız dünyaya gəldi, təbəssümü dodağında. Rüqəyyə balamız dünyaya gəldi. Dünyamıza dünya gətirdi. Rüqəyyə Salmanovanı da salamlayıram. Günün uğurlu olsun. Gəl ürəyim, gəl. Niyə mahnı ilə gəlmirsiniz? Mahnı verin bu Gülbalıya. Orxan oradan bir gözəl mahnı ver. Rüqəyyə gəlir axı. Rüqəyyə gəlir. Yox, mahnı ilə mənlə rəqs edəcək ondan sonra. Ondan sonra əyləşəcək. Əmisi deyəcək, sonra əyləşəcək. Necəsən ay Rüqəyyə? Qoy mikrofonu götürüm. Necəsən? Yaxşı. Xoş gördük. İlk dəfə də efirdəsən Rüqəyyə? Həyəcan var? Hə. Neçə yaşın var sənin Rüqəyyə? 5. Mənim üzr istəyirəm, qızımın 5 yaşı var. Vallahi heç efirə heç belə hazır deyil. Çünki siz hazırlamışsınız, yəni siz dəstək olmuşsunuz və mahnı hazır deyil. Elə isə ver gəlsin. Soyuq havalar qanımızı içdi, üşüyüb donduq aman. Bu soyuqdan qaçmaq üçünsə 2 bilet almalıyam. Ah günəşsiz həyat çətindir, istəyə tərəfdaram. Mənlə gəlməli sən tələbimdir, ölümünə inatkaram. Çox düşünmə, gəl bir qərara, tərəddüdləri fırlat kənara. Səndən əl çəkən deyiləm, bilirsən səniyəm, düş səni gözləyirəm. Gedək hoppalara. Buralar can uzağa. Düş gedək hoppalara. Sağ ol əzim. Rüqəyyə, mən düşünürüm ki, qəşəng rəqs eləyəcəksən. İnşallah ki, səndən də bir gözəl ifalar alacağıq birazdan. Bəli, hörmətli izləyicilər, efirimizə yeni qoşulan tamaşaçılarımızı bir daha salamlayıram. Gününüz uğurlu olsun, əhvalınız xoş olsun. Bugün uşaqlarla bərabərəm, mənim keyfim də yaxşıdır, əhvalım da xoşdur. Çünki uşaqlar bizim gələcəyimizdir. Mən bir anlıq onları görəndə öz övladlarımı düşünürəm. Bəli, övladlarımı düşünürəm ki, övladlarım da nə vaxtsa, onlar da efirə çıxıb öz istedadlarını göstərəcəklər. Bəli. Mən elə istəyirəm, elə vaxt zaman itirmədən musiqiyə keçid alaq. Hansı ki, istedadları tanıyaq və tanıdaq İctimai Birliyinin üzvüdür. İstedadlıdır, səsi və avazı gözəl. Təbii ki, mən ümid edirəm ki, qoy hər zaman Azərbaycanımızın başını ucu eləsin. Müsabiqələrdə iştirak edərək, qoy layiqincə Azərbaycanımızı bütün dünyaya tanıtsın və doğrudan da uşaqlar, gənclər bizim gələcəyimizdir. Xanəndə, səsi, avazı gözəl, İlqar Bayramlı. İlqar Bayramlını salamlayıram. El efir vasitəsi atası da bizi izləyir. Atasına da xüsusi salamlarımızı yetirir. Xoş gördük. Əziz anam Azərbaycan, sənə bağlıyam Azərbaycan.
Qardaşlıq dünyasısan Azərbaycan Anamın anasısan Azərbaycan Baharlı yurdum Azərbaycan Çinarlı yurdum Azərbaycan Sənsən eşqin zəfəri Çağlayan kür xəzəri Günəşli al səhərim Azərbaycan Sənsən eşqin zəfəri Çağlayan kür xəzəri Günəşli al səhərim Azərbaycan Dilinə savaş Azərbaycan Divanə poyoş Azərbaycan Как огни твои светлы Как слова твои теплы Ты звезда моей судьбы Азербайджан Как огни твои светлы Как слова твои теплы Ты звезда моей судьбы Азербайджан Ey əziz anam Azərbaycan Bəli, vətən mənim bu günüm, sabahki toy düyünüm, haqqım var ki öyünüm, Azərbaycan deyəndə. Bəli, Azərbaycan deyər öz gözəl ifasını səsləndirdi İlqar Bayramlı. İlqar, sabahın xeyir olsun, mikrofon səndədir. Sabahınız xeyir olsun. Əziz tamaşaçılarımızı salamlayıram, sizi salamlayıram və mənim ustadım, Respublikamızın xalq artisti, televiziya vasitəsilə salamlamaq istəyirəm, Gülyaz Məmmədovanı. Gülyaz Məmmədova, Gülyaz xanımı da salamlayırıq. Allah can sağlığı versin. Doğrudan da Gülyaz xanımın xüsusi olaraq elə tələbələri var ki, şagirdlər var ki, tələbələr deyirəm. Bugün Respublikamızda yəni lazım olan mövqelərdədir. Yusif, mikrofonu götür, sən də bir qonaqlarımızı, daha doğrusu tamaşaçılarımızı salamla. Mənə də salamlaya bilərsən belə. İlk öncə efir qarşısından bizi izləyən hər kəsi salamlayıram. Sizə salamlayıram. Mən buradan ustadım Aytən xanım Məhərrəmova və Aytən Məhərrəmova ustadınız. və Vüqar Musəliyə böyük təşəkkürlərimi bildirirəm. Mənim bu yerlərimdə çox əziyyət olub. Yusuf, özün neçənci sinifdə oxuyursan? 9-da. Hansı rayon? Mən belə məktəb olaraq Bəli. İncəsənət Gimnaziyasında oxuyuram. Yox, hansı rayonda yerləşir? Yasamal rayonu. Yasamal rayonu, bəli. Salamlayıram. Yəni uşaqlıqdan bu səndə bu istedad, bu bacarıq var idi. Bəli. İnşallah birazdan onu təqdim edəcəksən inşallah. İnşallah. Ailədə var səndən başqa uşaq? Bəli. Uşaq yoxdur. Yox, yəni bu bacarıq olan, istedad olan. Kim? Atamda var. Atanızda. Atam özü tarçalan olub o vaxtları. Əvvəllər tarifatçısı oldu. Atanızın adı nədir? Elman Hüseynov. Elmar Elman Hüseynov. Elman. Elman müəllimi salamlayırıq. Allah can sağlığı versin. Bəli. Elə istedadlı atanın belə istedadlı övladı da olacaq inşallah. Və mən istəyirəm ki, Tofiq də. Tofiq, sabahın xeyir olsun. Sabahınız xeyir olsun. Mən buradan bizi televiziya vasitəsilə izləyən tamaşaçılara minnətdarlığımı bildirirəm, həm də Çox sağ ol, salamlayıram. əzizim. Sizi də bu televiziyaya bizi dəvət elədiyiniz üçün təşəkkürlərimi bildirirəm. Və mən buradan mənim Ustadım, bəli. Bəli, ustadım və dəyərli müəllimlərim İntiqam Abbasov və Metaiz Vəsilə Quliyevaya təşəkkür edirəm. Salamlarımızı çatdırırıq. Biz şagirdlərin üstündə çox əziyyəti olan dəyərli Vüsalə müəllim Qələndərliyə də çox təşəkkürlərimi bildirirəm. Maşallah, bundan nəsə görürəm, nəsə Vüsalə xanım çox belə rahatdır.
Tofiq, neçənci sinifdə oxuyursan? 7-ci sinifdə. Neçə nömrəli məktəb? 78 nömrəli tam orta məktəbdə. Hansı rayonda yerləşir? Sabunçu rayonu. Sabunçu rayonu. Və buradan nə arzulayırsan? Səni izləyən məktəb yoldaşlarına, rəhbərliyə? Onlara arzulayıram ki, həmişə yaxşı olsunlar, həmişə gözəl insan olmaqda davam eləsinlər. Və mən buradan müəllimlərimə də salamlayıram ki, siz mənə belə gözəl dəstəklərinizdə əziyyətiniz oldu. Dərslərdən neçə alırsan? 5. Deyəcək 5 alıram, hə? Bəli. Da bu istedad varsa niyə görə də olmasın? Hə, mikrofonu ötür. Rüqay, neçənci sinifdə oxuyursan? Heç birinci. Məktəbə getmirsən hələ? 5 yaşım var. 5 yaşın var. 6 yaşıma keçirdim. Və məktəbə neçə yaşında gedəsən? 6 yaşımda. 6 yaşında. Böyüyəndə kim olmaq istəyirsən? Hə, Rüqayə? Rüqayə, bugün oxuyacaqsan da? Bəli. Başqa nə istedadın var, bacarığın var? Rəqs eləməyə bilirsən? Yox. Şeir deməyə bilirsən? Yox. Oxumağı bilirsən? Hə. Sonra nə bacarırsan? Bir əl qabiliyyətin var, hansı bir rəsm, şəkil çəkmək? Hə. Hə? İlk kimin şəklini çəkərdin? Daha doğrusu çəkmirsən. Öz şəklini. Öz şəkili və ata-ana? Onların da. Hə, atanın adı nədir? Mehman. Mehman, salamlayırıq Mehman müəllim. Bəs anan? Şəlalə. Şəlalə, salamlayırıq. Hansı bölgədənsən? Əslin haraldır? Ata haraldır, ata? Yayda hansı rayona gedirsən ən çox? Hansı rayona gedirsən? Kəndə. Hansı kənddir o? Hardadır o kənd? Allah saxlasın, çox şirin balamızdır. Allah bütün balalarımızı qorusun. Deyir, istedadla, ümumiyyətlə o, belə deyək, bacarıq, istedadla bacarıq bir-birinə toqquşanda orada bilsiz nələr baş verir? Orada möcüzələr yaranır. Bu uşaqlar bizim möcüzəmizdir, bu uşaqlar bizim həyatımızdır, gələcəyimizdir, bizim işığımızdır, ayımızdır, günəşimizdir. Biz onların elə işığı ilə, belə ki, biz özümüzü artıq onların işığında görürük. Eləmi, Vüsalə xanım? Bəli, elədir. Və fikir verirsinizsə, hər birinin müəllimlərinə xüsusi sevgisi var. Bəli. Və bu çox xoş haldır ki, müasir dövrdə bizim gənclərimiz, uşaqlarımız müəllimlərinə böyük dəyər, sevgi göstərsinlər. Vüsalə xanım, sizdə başqa istedadı olan uşaqlar, misal üçün, rəqs də var, mən bildiyim qədər. Bütün sahələr üzrə istedadlarımız var. Rəsm üzrə, rəqs üzrə. İnşallah növbəti verilişlərinizdə digər istedadlarımız gələr. Bugün ancaq ifaçılardır, belə deyək. Bugün ancaq ifaçılardır. Və deyim ki, bizim ifaçılarımız da bir çox müsabiqələr qalibidir, bir çox müsabiqələrdə iştirak ediblər. Bəzi qalib istedadlarımız var ki, xaricdə keçirilən böyük müsabiqələr qalibidir. Və son hansı müsabiqə olub xaricdə? İndi onlar inşallah uşaqlar özləri iştirak etdikcə deyərlər. Hər birinin xüsusi adları var. Mən hardasa yanlışlığa yol verə bilərəm. Amma bildiyim odur ki, hər biri beynəlxalq müsabiqələr laureatıdır. Vüsalə xanım, ümumiyyətlə xüsusi olaraq bizi səhər-səhər valideynlər izləyir. Səhər tezdən yuxudan duranda o zaman indi ən çox da analardır da. Analar izləyir ki, indi baxma evdə ev işləri görürlər, ev hazırlıqları görürlər. Amma indi bizi izləyən tamaşaçılarımız da var. Bizi izləyən o belə deyək analara, atalar nə arzu edir ki, xüsusi olaraq o istedadı, bacarıq olan uşaqların istedadını üzə çıxaraq da. Yəni onlara nə arzu edirsiniz ki, uşaqları yönəlsinlər bu sahəyə? Bəli, bizi ən çox valideynlər izləyirlər və mən ifadan getmir söhbət bəli, ümumilikdə. çox saylı valideynlərlə çalışıram uzun illərdir. Onlar arasında xüsusi istedadı olanlar, əlilliyi olanlar, hətta autizm uşaqlarımız var ki, onlar da xüsusi istedadlıdırlar. Mənim istədiyim bir şey var. Valideynlər hər zaman evlatlarının arxasında dayaq olsunlar, onlara dəstək olsunlar. Ümumiyyətcə istedadsız uşaqlar yoxdur. Hər bir uşağın gizli istedadı olur. Yetər ki, o uşağa dəstək olunsun, o istedad aşkar olunsun. Ola bilər, hansısa uşaq məktəbdə dərslərində əlaçı olmaya bilərlər. Amma həmin uşaqların da mütləq ki, bir istedadı var, onu aşkar edəmək, inkişaf etdirmək lazımdır. Bəli, indi hazırda mən istəyirəm ki, Yusif Hüseynlinin istedadını görək, dinləyək, izləyək, hörmətli izləyicilər. Bugün istedadlı balalarımızdır. Nə qədər eyni müğənnilər, üzr istəyirəm, müğənnilər inciməsin də. İndi bunlar da bizim gələcəyimizdir. Ola bilsə arazda əməkdar artist olar, xalq artist olar, sevilən, populyar, məşhur müğənni olar. Ondan sonra deyir, vaxtı ilə mən ilk dəfə bu sabah proqramında olmuşam. Sonra bu sabaha elə müğənnilər gəlib ki, efirə gəlir bir müddət. Sonra gedir başqa kanallara, sonra tanımır bizləri. Yəni adam ilk getdiyi yeri heç vaxt unutmaz. Bəli. Yusif Hüseynlidən gözəl bir ifa gələcək, maşallah. Öz efirə çox gözəl yaraşır. Geyimi, keçimi də səliqəli və səni izləyənlərdə, səni sevənlərə xüsusi bir gözəl nəğmə
Bəli, həsr olunur. Buyur. Şuşanın bağları, başı dumanı, kırmızı koftalı, yaşıl tumanı. Derdinden ölmeye çoktur cumanı, derdinden ölmeye çoktur cumanı. Ay kız bu ne kaç göz, bu ne tel, ölerem derdinden. Onu bil, danışmasan da balam var gün. Ay kız bu ne kaç göz, bu ne tel tel, ölerem derdinden. Onu bil, danışmasan da balam var gün. Şuşanın her yandan gelir sorağı, tərife layıqdır İsa bulağı. Dağları bağları, kızlar oynağı, dağları bağları, kızlar oynağı. Ay kız bu ne kaç göz, bu ne tel, ölerem derdinden. Onu bil, danışmasan da balam var gün. Ay kız bu ne kaç göz, bu ne tel tel, ölerem derdinden. Onu bil, danışmasan da balam var gün. Ay kız bu ne kaç göz, bu ne tel, ölerem derdinden. Onu bil, danışmasan da balam var gün. Ay kız bu ne kaç göz, bu ne tel tel, ölerem derdinden. Onu bil, danışmasan da balam var gün. Teşekkür edirik Yusif. Çox sağ ol bu gözəl ifəyə görə. Yusif, hansı müsabiqələrdə olmusan? Mən istəyirəm bir özün də bir danışasan, bir qeyd eləyəsən. Çox sağ ol mənə söz verdiyiniz üçün. Hələ ki heç bir müsabiqədə iştirak eləməmişəm. Aha. Hansı layihə? Buyurun Vüsalə xanım. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən Parlaq Ulduzlar layihəsində birincilik qazanıb. Birincilik qazan. Bəs niyə demirsən onu? Layihə deyəcəydim. Aha. Buyur əzizim. Hə, Parlaq Ulduzlar layihəsində birincilik qazanmışam. İnşallah daha da uğurlar qazanmaq üçün bu yolda. Qarşıda məqsəd var, bəli. Ümumiyyətlə, belə deyək, hansı xanəndələrin ifası daha çox sənin ürəyinə yansıyır və yaxud da o ifəyə baxıb oradan nəsə əldə edirsən? Öz ustadlarımın ifası çox xoşuma gəlir. Ustadlardan başqa kimləri dinləyirsən? Səxavət müəllim Məmmədovu dinləyirəm. Sonra gənclərdən kimi dinləyirsən? Həzrət Əzizli. Həzrət Əlili. Həzrət Əzizli, o da bizim ictimai birliyin üzvüdür, çox istedadlı gəncdir. Sonra kim? Başqa yoxdur. Hə. Heç keyfi yoxdur Rüqayən. Rüqayən nə olub? Can. Yuxun gəlir. Tez yatmısan axşam, hə? Bir dənə bir görüm nədir? Hə. Bağçaya gedirsən? Hə, gedirdim amma indi yox. Niyə indi getmirsən? Rus dilindən xoşum gəlmir ona görə. Rus dilindən xoşun gəlmir? Rus dilində bilirsən nəsə? Biraz bilirəm. Necə deyə bilərsən sabahınız xeyir olsun? Elə deyə bilmirəm amma dobrudurlar deyə bilirəm. Hə, deyə bilmirsən deyə dedin də. Da başqa nə deməlisən ki? Necə deyə bilərsən ki, bizə baxın, bizi izləyin? Elə deyə bilmirəm. Niyə?
Çünki elə bilmirəm. Allah saxlasın bizi bu gül balamızı. Valla mən üzr istəyirəm, bayaqlar dedim, Banu 5 yaşındadır qızım. Ondan sözü mən güclə, zorla qoparım. Maşallah efirə gəlib. Bir müddətdən sonra da görsə mənim yerimdə oturdu. Hə, Rüqayyə? Rüqayyə aparıcı olmaq istəyirsən? Bəli. Doğrudan. İfaçı müğənni olmaq istəyirsən, yoxsa aparıcı? Müğənni. Aparıcı olmaq istəmirsən? Niyə? Xoşuna gəlmir aparıcılıq? Yox. Müğənnilərdən kimi ən çox dinləyirsən? Hansı müğənni xoşuna gəlir? Onun səsini eşidəndə könlün ürəyin açılır. Yazma düşmür. Birinin adını çək. Rüqayyə deyir, mən nə yaman yerdə axşamlamışam. Ancaq özünü bəli, özünü dinləyir. Bəli, hörmətli izləyicilər, bugün bizim istedadlı balalarımızdır. Allah onları qorusun və bugün biz təbii ki, efiri məhz onlar üçün həsr eləmişik. İstedadlılar və istedadlıları tanıyaq və tanıdaq. İctimai Birliyin rəhbəri, sədri bizimlə bərabər Vüsalə xanım. Vüsalə xanım, hazırda burada SMS-lər var. Mən o SMS-ləri səsləndirim, reklamlara ayrılar. Reklamlardan sonra biz təbii ki, ifamızla davam edəcəyik. Mən istəyirəm ki, elə Tofiq İsmailovun ifası gələcək, onu biraz sonraya saxlayaq ki, tam ortaya düşsün. Mən İlqardan mahnı istəyəcəm, ifa istəyəcəm. Bəli, bizim 22 fevral tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, bəli, rəqs və rəqs festivalı baş tutacaq. O festivalın aparıcısı mənim, məxsus olaraq mən Gülxar xanımı salamlayıram və əziz valideynlər, sizlər də övladlarınızı, balalarınızı bu rəqsə yönətmək istəyirsinizsə, təbii ki, Gülxar xanım sizə bu sahədə mütləq köməkçi olacaq. İnşallah ki, gül balalarımızı da o festivalda görərik. Aslında o rəqs festivalıdır. Mən istəyərdim ki, onlar da orada bir musiqi nömrələrini təqdim etsinlər. Mən ona danışaram Gülxar xanımla mütləq. Və burada SMS-lər var. Mən SMS-ləri səsləndirim. Deməli, ad günü təbrik edir. Salam Kamran bəy, qonaqlarınızı salamlayır. Nə yaxşı bugün istedadlı uşaqları efirə çıxarmışsınız. Mənim veteran nəvəm Fəridin ad günüdür. Yəni, müharibə iştirakçısıdır. Xahiş edirəm, onun babası Bayram, nənəsi Şəlalənin adından təbrik edin. Əvvəlcən təşəkkür edirəm. Ağdaş rayonu Ləki qəsəbəsindən daimi tamaşaçınız. Bəli, salamlayırıq. Allah can sağlığı versin Fəridə. 100 yaşasın, sağlam yaşasın inşallah. Bir təbrik də var, onu da səsləndirim. Ömər balamızın bugün kiçik toyudur. Onu Səidə anası, Əli babası, Aytən nənəsi, Nihat dayısı, Qorxmaz kirvəsi, Namiq Məna, bəli, söz ustadı Namiq Məna, dəyərli klarnet ifaçısı, dəyərli sənətkarımız Zahid Qubatlı da təbrik edir. Sadıq Zərbəliyev, bizim Respublikanın xalq artisti, bəli, qoşa nağaradan gedir zərb alətlərində. Sadıq müəllimdən adından da təbrik edirik. Yusuf Mustafayev, maşallah, Manaf Ağayev ürəkdən təbrik edir. Allahdan ona uzun ömür, can sağlığı arzu edir. Ömər balaya can sağlığı arzulayır. İnşallah bugün Ömər balamızın kiçik toyudur. Mən də o toyun aparıcısıyam. Qoy Ömər elə adın hər zaman zirvələrdən səslənsin. Reklamlara ayrılaq. Bunlar bizim mikrofonu götür görüm sən. Tofiq. Tofiqi bir planda təqdim edək, xahiş edirəm. Bəli. Tofiq, elə bir ki, aparıcısan. İstəyirəm elə qısa bir dənə reklamlara səndən ayrılaq. Bax, hazırda operator səni təqdim edir. Qaşların kaman gözəldir, dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Hüsnünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Alıbdır ağlımı başdan, köçmək olmaz bu göz qaşdan. Alıbdır ağlımı başdan, köçmək olmaz bu göz qaşdan. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm.
Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Söyüdlər başın əyəndə, sənə mən yarım deyəndə. Söyüdlər başın əyəndə, sənə mən yarım deyəndə. Sanıram dünya mənimdir, əlinə əlim deyəndə. Sanıram dünya mənimdir, əlinə əlim deyəndə. Alıbdır ağlımı başdan, köçmək olmaz bu göz qaşdan. Keçmək olmaz bu göz qaşdan. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Səni mən yaman sevirəm, ürəkdən candan sevirəm. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. İlqar Bayramlı, bəli, gözəl bir ifa səsləndirdi. Rüqaya, yerinizi dəyişdi. Eybi yox, nə olar ki? Görsən, İlqar gəldi. Rüqaya gördü ki, çox sual verirəm, yerini dəyişdi, müəlliməsinin yanına getdi. Çox gözəl, İlqar. Çox gözəl ifa elədin. Çox sağ ol. Səsivə qüvvət, ürəyinə qüvvət. Mən istəyirəm ki, bu fəxri diplomlar haqqında danışaq. Burada ilin istedadlı. Misal üçün, burada ilk olaraq əlimdə burada tutmuşum, ictimai fəallığına, sosial layihələrdə aktiv iştirakına, uşaqlar arasında öz xüsusi istedadı ilə seçiliyinə görə Rüqaya Salmanova tərtib olunur. Təşəkkürnamə, istedadları tanıya və tanıdaq İctimai Birliyi. Bax, onların xüsusi təşəkkürnamədir. Müsalə xanımın xüsusi burada əməyə zəhməti var. Rüqaya, niyə elə baxırsan mənə? Sonra orada fəxri diplomlar da deməli Yusifə, Tofiqə, bir də İlqara məxsusdur. Yusif, ümumiyyətlə buradan salam çatdırmaq istədiyin insanlar var, hansı ki, xanəndələr, səni izləyən, misal üçün sənin dostun, əzizin, onunla bərabər çin-çinlə çalışdığın deyərdin. Mən buradan muğam müsabiqəsi qalibi Həzrət Əziliyə salamımı çatdırıram. Aha. Və müsabiqə diplomantı Ədilə Əliyevəyə salamımı çatdırıram. Ədilə Əliyeva. Bəli. Ədiləni tanıyıram mən. O da çox istedadlıdır həqiqətən. Ədiləni də salamlayırıq, salamlarımızı yetirir inşallah. Müsalə xanım, bəndə şirin olsun. Biz bugün məhz uşaqlar üçün həsr edirik də. Mən istəyirəm bunlardan qısa bir canlı-canlı görək. Bəli, canlı-canlı. İlk olaraq kimdən alaq canlı? Elə Yusuf səndən başlayaq. Yusuf, canlı nə oxuya bilərsən? Ürəyindən, könlündən nə keçir? Qısa bir... Nə? Qısa bir ifa gəlsin səndən. Elə yerindəcə. Aha. Gözlərin qarəsinəyə balam, bir neçə qurban demişəm. Qaşların tağına acülüm, qurban yerinə can demişəm. Əmhan, 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 balam ey. Razı pünhanımı xəlq içrə məni faş eylədim. Bir vəfam, ay aman, yar. Bir vəfa mən ki sənə sirrimi pünhan demişəm, ay yar. Əman, əman, ay yar, bedad, ay yar, ey dad, ey dad, ey dad. Yar, 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 ey.
Çox sağ ol, təşəkkür edirəm Yusuf Hüseynli. Yəni nəzərə alaq ki, səhər-səhər oxumaq, yəni burada həm belə deyək, də görürsən səhər müğənnilərin özü illərlə bu səhnədədir, deyir səhər mən bacarmam. Bu səhərsə bu ifanı çatdırdınsa ürəyinə, bu cəsarət varsa əhsən sənə, əhsən. Müsalə xanım, mən burada bir kitabı, daha doğrusu jurnalı götürdüm. İstedadları tanıyan və tanıyan İctimai Birliyin istedadları uğura aparan yol. İstəyirəm bu jurnal da, bu jurnal haqqında uğura aparan yolun sonu yoxdur. İstəyirəm bunun haqqında bir məlumat verək. Bizim bu jurnal qeyri-hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyinin layihəsi çərçivəsində oldu. Qrant müsabiqəsinin qalibi idik və ümumiyyətcə bizim təşkilatın yüzlərlə istedadlı üzvləri var. Onlardan Ədilədir, Həzrətdir, Sevindik Nəsiboğludur, Ülkər Abdullayevadır və çoxdur. Hər biri haqqında onların uğurları, çox önəmli görüşləri olub. Onlar haqqında bizim bu jurnalda yer alıb. Eyni zamanda dəyərli millət vəkillərinin, ziyalıların bizim tədbirlərdə iştirakı, layihələrimizlə bağlı fikirləri də var ki, onlar da həmin jurnalda yer alıb. Örnək olacaq bir jurnaldır. Mən istərdim ki, jurnal gənclərimizə daha çox çatdıraq, oxusunlar. Bilirsinizmi, istedad elə bir şeydir ki, gərək daha çox tanındıqca daha da artır və bizim bu jurnalımızda da həmin istedadlarımız haqqında çox gözəl məlumatlar var. Mən də vərəqləyəndə indi qarşıma çıxdı həqiqətən. Bax, burada Aşıq Cavid Qazaxlı, kiçik yaşda böyük istedad. Aşıq Cavid Qazaxlı mənim yerlimdir. Burada onun şəklinin, fotosunu görəndə çox sevindim. İkinci Şıxıldandır. Elə yayda mən ora tətilə gedəndə istirahət elə Cavidi orada gördüm. Dedi ki, onun efirin özü maşallah bir dilli dilavər uşaqdır. Özü çox istedadlı da, özdəki belə deyək də söz ehtiyatı da çoxdur. Özü çox gözəl şeirlər səslənir. Cavid Qazaxlı 2014-cü ildə Bakı şəhərində anadan olub. Bəli, salamlayıram onun valideynlərini, əzizlərini, doğmalarını salamlayıram. Sonra ən böyük hədəflərindən biri muğamı dünyanın Həzrət Əzizliyini də burada şəklini görürəm. Çoxdur burada ümumiyyətlə. Yəni əslində bu jurnal haqqında məlumatlı olmaq istəyən və yaxud da əldə etmək istəyənlər yəni Müsalə xanıma müraciət edə bilərlər. İctimai Birliyimizə müraciət edə bilərlər. Orxan bəy, mən istəyirəm hazırda növbəti ifanı təqdim edək. Növbəti ifa Tofiq İsmailovdan olacaq. Tofiq İsmailov maşallah çox iddialıdır. Tofiq hansı ifa olacaq inşallah səsləndirdiyin? Mikrofonu zəhmət olun. Ceyranın mahnısı. Ceyranın mahnısı. Maşallah. Böyüyəndə sən kimlərdən bəhrələnirsən? Ustadaları bildim də ən çox. Mən daha çox Rəşid Behbudovdan bəhrələnirəm. Onun musiqilərinə baxaraq, bir də öz müəlliməmə baxaraq və Səs Quliyevan ifalarına baxaraq. Onda səni qarşıya alaq. Bir alqışlayaq Tofiq ürəkdən. Qaşı göz qara ceyran, qaşı göz qara ceyran.
edirik. Tofiq İsmailov səhər-səhər bir Ceyran mahnısını səsləndirdi. Çox sağ ol Tofiq. Rüqaya elə ciddi dayanıb özüm ehtiyat edirəm. Allah saxlasın. Bugün keyfim doğrudan da çox gözəldir. Deməli bir SMS-imiz var. 02 22 nömrəsindən yazır. Salam sabahınız xeyir olsun Kamran bəy. Sizi narahat etmirsiniz. Respublikanın xalq artisti Fatma Mahmudovanın qardaşı oğlu Həsən Muharrəmdir. Əvvəla sizə və Dünya Televiziyasına dərin təşəkkürümü bildirirəm. İstedadlı uşaqlara şərait yaratmışsınız. Bugünkü qonaqlarımızın biri Tofiq İsmailov mənim daim oğludur. Bəli. Bəli, salamlayıram və gələcəyinizdə uğurlar arzu edirəm. Muharrəm? Həsən Muharrəm. Muharrəm. Təşəkkür elə də Muharrəm. Çox sağ ol. Həm də Həsən Muharrəm mənim bibim oğlu sayılır. Mənim bibim oğlumdur. O da mənim kimi müğənnidir. İfaları da var. Hal-hazırda təzəlikcə klipi də çıxmışdı. Neçə yaşı var? Neçə 30-dan çoxdur yaşı. 3 uşağı var. Ay maşallah, maşallah. Hər şeydə bilirsən ha. Hər şeydə bilirsən deyirəm Tofiq. Hörmətli izləyicilər, hazırda reklamlardır. Bəli, gözünüz Dünya Televiziyasında olsun. Reklamlara ayrı. Reklamlardan sonra təbii ki ifa gələcək. Rüqəyə Salmanovda. Rüqayədən gələcək. Bəli, Rüqayə balamızdan gələcək. İddialı Rüqayədən gələcək. Gözünüz Dünya TV'də olsun. Reklamlar. Bahar gələndə məndə bitərəm gül çəməndə. Bahar gələndə məndə bitərəm gül çəməndə. Mən baharın qızıyam, qızıyam. Köynəyi qırmızıyam, qırmızıyam. Mən baharın qızıyam, qızıyam. Köynəyi qırmızıyam, qırmızıyam. Uçmaya yox qanadım, qızıl lalədir adım. Çölü düzü bəzərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Uçmaya yox qanadım, qızıl lalədir adım. Çölü düzü bəzərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Başında şalım var, yanağımda xalım var. Başında şalım var, yanağımda xalım var. Yeyilmərəm, azıyam, azıyam. Çiçəklərin tacıyam, tacıyam. Yeyilmərəm, azıyam, azıyam. Çiçəklərin tacıyam, tacıyam. Uçmaya yox qanadım, qızıl lalədir adım. Çölü düzü bəzərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Uçmaya yox qanadım, qızıl lalədir adım. Çölü düzü bəzərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Uçmaya yox qanadım, qızıl lalədir adım. Çölü düzü bəzərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Uçmaya yox qanadım, qızıl lalədir adım. Çölü düzü bəzərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Sala Rüqayə, Rüqayə. Rüqayə gün nə qəşəng, həm qəşəng oxudu, həm gəl bura, gəl Rüqayə, gəl. Baxın, bu geyiminə bax. Gör, Rüqayə, qəşəng oxudun. Bu donu kim alıb sənə? Özüm ay günümdə geymişdim
Donu. Ən çox hansı rəngi sevirsən? Bu ne? Bu Ağ renk. rengi. Ağ rəngi. Bu nə rəngdir? Ağ. Ay, sağ ol. Biraz bozda da çalır da, boz rənginə də çalır. Qəşəng yaraşır sənə. Mən bilirəm ki, başqa bir mahnı da bilirsən, bacarığın vardı. O hansı mahnıdır? Onu bəlkə bir zümzüm eləyəsən, oxuyasan. Bir de aile gece. Aylı gecə. Bir dənə oxu görüm hansı mahnıdır onu, mikrofonu. Ay, sağ ol. Aylı gecə sərin külək göy çəmən, dörd yanımız ətir saçar yal səmən. Aylı gecə sərin külək göy çəmən, dörd yanımız ətir saçar yal səmən. Ancaq məni heyrətlərə gər gedən, ancaq məni heyrətlərə gər gedən. Nə çəməndir, nə çiçəkdir, nə çəməndir, nə çiçəkdir. Sən, 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 ay gülüm sən, 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 yar sən, 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 sən. Burada bir dənə rüqayə elədin, bir dənə boğaz elədin. Sən, nətər dedin onu? Sən, sən, sən. Ay, sağ ol. Sən ürəklərdəsən. Çox sağ ol Rüqaya. Təşəkkür edirəm. Mikrofonu götürür. Ay, sağ olun. Hörmətli izləyicilər, efirimizə yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Bəli, Dünya Televiziyasının bu sabah proqramını izləyirsiniz. Bugün istedadlı balalarımızdır, qonaqlarımız. Görün nə qədər SMS-lər var. Burada SMS-ləri səsləndirim. Deməli, bir SMS-i səsləndirdim. Digər SMS-imiz... Salam Kəmran bəy, necəsiz? Tofiq Rüqayyə mənim tələbəmdir. Sizin və Alim Nəboğlu'nun təqdimatı ilə mənim Bayatı Kürd muğanım təqdim olunub. Hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. 4164 nömrəsindən yazıb. Çox sağ olun. Minnətdaram. Allah sizi var eləsin. Sonra bir SMS də var. Onları da səsləndirim. Salam, sabahınız xeyir olsun Kamran bəy. Sizi salamlayıram. Deməli 62-74 nömrəsindən, 62-74 nömrəsindən yazır. Nə yaxşı ki, bu gül balaları efirə çıxartmışsınız, onlara şərait yaradırsınız. Bəli, Qarabağ müharibəsi qazisi Cəfə Adıgözəlov oğlunun bu 7 mərasimidir. Bəli, rəhmətə gedib. Yəni Qarabağ müharibəsinin qazisidir. Allah rəhmət eləsin, yeri cənnət olsun. Tovuzun aşağı Quşçu kəndindən şəhidimiz familiyanın bacısı Sevildir. Xahiş edirəm, qazimizin şəkini efirdə xalqımıza təqdim etməyiniz xahiş olunur. Məkanı cənnət olsun. Şəkini təqdim edim. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allahdan uzun ömür, can sağlığı arzu edirik. Şəhidlər doğrudan heç zaman ölməz. Biri-birimizi alnına açıq baxa biliriksə, bu milli qürur hissini, bu qalibiyyəti, bu zəfəri bizlərə bəxş edən qəhrəman oğullarımız var olsun. Allah rəhmət eləsin. Yeri cənnət olsun. Bir SMS-imiz də var. Salam, sabahınız xeyir olsun. Deməli, 99-16 nömrəsindən yazır. Kamran bəy, əvvəlcə sizə təşəkkür edirəm, komandanıza təşəkkür edirəm ki, bu gül balalarımızı efirə çıxarmışsınız. Mən Tofiq İsmailovun bibisiyəm. Bəli, Tofiq, bugün nə qədər Tofiqin fananları yazır, bəli. BBC-yəm, ona uğurlar arzu edirəm, onu zəhmət çəkin müəllimləri ilə minnətdarımı bildirirəm. Adı müqəddəs olduğu üçün hər birinizə dünyanı bəxş etdikləri üçün onların əllərindən öpürəm. Valideyn dünyaya gətirir, övladları, müəllimlər isə bəxş edir. Yəni bizlərə, sizlərə xahiş edirəm, mesajımı səsləndirəsiniz. Tofiqin bibisi Təxminə xanımdır, Ağdamlı. Bəli, Təxminə xanımla salamlayıram. Çox sağ olun ki, bizə diqqət yetirirsiz. Təxminə xanım, çox sağ olun. Hə, mən ifa istəyəcəm səndən Tofiq. Canlı-canlı, elə vaxt zaman itirmədən. Hə, nə deyirsiniz Sarı xanım? Uşaqlara vaxt zaman ayırıb. Mikrofon səndədir. Müəllimə niyə baxsan? Rahat danış. Bəli, idealı Tofiq. Canlı ifa səsləndirsin, görək səs necədir. Canlı-canlı, bəli. Sevgilim seyrə çıxaq, burada gəlir baharı. Sevgilim seyrə çıxaq, burada gəlir baharı. Dil açıb qəlbimizin ən şirin arzuları. Dil açıb qəlbimizin ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım kar kaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum.
Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tar kaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ, can Qarabağ, ana yurdum. Mən doğrudan böyük fəxarətlə söylüyor ki, Qarabağ torpağında da bax belə gözəl musiqilərimizi artıq dədə-baba torpaqlarımızda eşidirik, duyuruq, toy məclisləri, şənlikləri də olur inşallah. İlqar, hazırsan bir canlı-canlı sən də? Bəli. Baxın, hər müğənnidən istəmirik ha, səhər-səhər görürsün müğənnilərin çox fonoqrama təqdim edir. Uşaqlar canlı-canlı ifa edir sizlər üçün. Buyur əzim. Çox keçmişəm bu dağlardan, durna gözlü bulalardan, eşitmişəm yaxınlardan, uzaqlardan, sakit ahan arazları Azərbaycan, sınamışam dostu yarı Azərbaycan, yaşa yaşa Azərbaycan. Təşəkkür edirik. Yaşa Azərbaycan, yaşa qalib Azərbaycanımız. O fəxri diplomlar haqqında təqdim edək burada. Bəli. Təqdim edək. Elə ilk olaraq, elə bayaqlar mən qeyd etdim az öncə, Rüqayyə Salmanova təşəkkürnamə təqdim olunur. İstedadları tanıyaq və tanıdaq İctimai Birliyi. Bir musiqi ver oradan, bir xoş ovqatla, bəli, bizim dəyərli Orxan bəy. Elə bir musiqi təqdim edək ki, səhər-səhər Rüqayyənin keyfi daha da gözəl olsun, əhvalı xoş olsun. Rüqayyə, bunu evində ən gözəl güşəyə qoyarsan, yaxşı? Yaxşı. Hara qoyacaqsan evdə bunu? Mikrofonu ver. Hara qoyacaqsan bu? Stolun üstünə. Stolun üstünə. Gələn gedəndə nə deyəcəksən? Soruşsalar bu nədir? Nə deyəcəksən? Deyəcəm, özüm Qazanmışam. qazanmışam. Yəni, kim təqdim edib bunu? Kim verir bunu sənə? İstedadları tanıyaq və tanıdaq İctimai Birliyinin sədri Vüsalə Qələndərli. Vüsalə xanım, çox sağ olun. Dünya TV-də. Hə. Hazırdır musiqimiz. Buyur əzizim. Rüqayyə yaşı az olsa da 24-25 səhv eləmirəmsə mahnı əzbər bilir və hər biri də çox çətin mahnılardır, amma çox gözəl də ifa eləyir. Təşəkkür edirik, çox sağ olun. Rüqayyə, nə sözün var başqa? Bunu biraz aşağıya ki, sən, ay sağ ol. Təşəkkür edirsən? Və Çox sağ ol. Onda sənin yerini ala, onu elə üzərində saxla orada rahat. Ay sağ ol. Növbəti, İcazənizlə Buyurun, oxuyum. buyurun. Yüksək ictimai fəallığına, sosial layihələrdə aktiv iştirakına, gənclər arasında nümunəvi mövqeyinə və cəmiyyətin inkişafına verdiyi dəyərli töhfələrə görə ilin fəal gənci Tofiq İsmailov tərtib olunur. Tofiq İsmailov fəxri diplomla tərtib olunur. Təşəkkür istəyirəm bildirəsən. Öncəliklə istedadları tanıyaq və tanıdaq İctimai Birliyinin sədri Vüsalə müəllimə təşəkkür edirəm. Sizi də çox təşəkkür edirəm. Bizi belə bir verilişə çağırdığınız üçün və bizə belə qonaqlıq elədiyiniz üçün, yaxşı musiqi. Qonaqlıq hələ verməmişəm, ha? Elə qonaqlığa, yəni oturmaq Hə, üçün verdiyiniz üçün təşəkkür edirəm. Və mən ustadım və müəllimələrimə də yenə də təşəkkür edirəm ki, məni bu sənətə davamımı elətdirmək üçün dəstək olduğunuz üçün Vəslə müəllim və İntiqam müəllimə çox təşəkkür edirəm. Çox sağ olun. Amma belə qonaqlıq verə biləcəm Çox sizə. əziyyət çəkirlər. Çox sağ olun. Allah sizi var eləsin. Yəni burada studiyadasınız, qonaqlıq sizə yəni halalınızdır. Sizin halalınız. Bir alqışlayaq Tofiq İsmailovu. Və növbəti. Və eyni nominasiya üzrə ilin fəal gənci İlqar Bayramlı tərtib olunur. İlqar Bayramlı fəxri diplomla təltif olunur. İstedadları tanıyaq və tanıdaq İctimai Birliyinə. Buyur. İstedadları tanıyaq və tanıdaq sədri Vüsalə xanıma çox təşəkkür eləyirəm və sizə də təşəkkür eləyirəm ki, verilişə çağırdığınıza görə. Çox sağ ol əzizim. Çox sağ ol. Və Yusif. Və Yusif Hüseynli tərtib Yusuf olunur. Hüseynli. İnşallah, maşallah. Efirə də çox gözəl yaraşır. Yaraşıqlı Yusifimiz. Yusif, nə arzu edirsən səni izləyənə? Bacarıq olanlar var. Hansı ki, onlar istəyirlər ki, oxusunlar, ifa təqdim etsinlər. Nə arzu edirsən və təşəkkürünü də sonda bildir. İlk öncə Vüsalə İstedadlar tanıyaq və tanıdaq layihəsinin İctimai Birliyi sədri Vüsalə xanım Qələndərliyə təşəkkürümü bildirirəm və sizə çox təşəkkürümü bildirirəm ki, bizi verilişdə qonaq elədiyiniz üçün.
Mən də gənclərə demək istəyirəm ki, heç vaxt yolunuzdan dönməyin. Əgər getmək istəyirsinizsə, heç bir şey sizin üçün çətin olmayacaq. Əgər qarşında məqsəd varsa, Heç bir şey sizin üçün çətin olmayacaq. Qısaca yolunuzdan dönməyin də. Bu qədər. Allah saxlasın, Allah. Alqışlaya Yusifi də ürəkdən. Yusif, hazırda bizi ananız izləyir. Ananızın adı nədir? Acun. Mikrofona zəhmət olmasa. Acun xan. Ananız sizə çox dəstək olur. Bəli. Bəli. Ata da dəstək olur. Ən çox mən bilirəm ki, ana dəstəkdir. Bəli. Nə arzu edirsən ana üçün? Anama da təşəkkürümü bildirirəm ki, hər zaman arxamda oldu. Və bu sənətdə mənə həqiqətən çox kömək oldu. Bəli, deyir, analar müqəddəsdir, ana əzizdir. Ən böyük məhəbbət yalnız ondadır. Yoxsa da dünyanın ucu bucağı hər yerdən istidir ana qucağı. Odur sirdaşında, odur özündə. Həyata bəzəkdir sənin gözündə. Hər sadə mürəkkəb cümləmizin də əzəli anadır, sonu anadır. Qoy hər zamanın ananın quru saf nəfəsi üzərində olsun, uğurlarını görüb sevinsin inşallah. Əyləşək oradan zəhmət olmasa və mənə gətirməmişsiniz, Salih xanım. Mən də gözləyirəm ki, birdən mənə təqdim edəcəm. Bəli, bizdə əslində istedadlı gənclərə dəstək olan ziyalılarımıza tərtiflərimiz olur. Sizdən ilk tanışlığımız idi. Bugün çox gözəl dəstəyinizi gördük. Əslində bu gənclərə bir stimul vermək, bir kiçik bir gülüş belə onları yəni o həyəcandan azad edir. Aslında bu mövzu bir dəstəkdir. İnşallah növbəti görüşlərdə bizim tədbirlərimiz olur. Tədbirlərimizdə böyük məmnuniyyətlə dəvət edirik, mükafatlandırmamız da olar. Qarşıda hansı tədbir var? 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı tədbirimiz olacaq. Harada olacaq? Məkan olaraq? Şırşır restoranlardan birində. Restoranların birində olacaq. Və bizim İstedadlar Akademiyası adlı layihəmiz agentliyə təqdim olunub. İnanırıq ki, qalib olacağıq. İstedadlar Akademiyası layihəmizdə də çox geniş, şaxəli regionlarımızda, bir neçə rayonlarımızda və Bakıda gözəl işlərimiz olacaq. İnşallah sizlə hər birini paylaşacağıq. İnşallah. Sizin o müsabiqə inşallah 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə. Tədbirimiz olacaq. Aparıcı kimdir orada? Əslində aparıcı elə bizim öz üzvlərimiz, istedadlı üzvlərimiz, uşaqlarımız olur və çox maraqlı tədbirimiz olur. Elə bugündən dəvət edirəm sizi. Ayrıca dəvətnamə göndərəcəm. Məmnun olarıq iştirak. Sevə. Çox məmnuniyyətlə mən təbii ki, orada iştirak eləyəcəm. Maşallah, bugün SMS-lər çoxdur. 47-89 nömrəsindən yazır. Mən sizi salamlayıram. Mən Qazax rayonunun Çaylı kəndindən yazıram. Sizə və sizin qonaqlarınızı salamlayıram. Bugün qardaşım oğlu Nurlanın ad günüdür. Onu təbrik edin ürəkdən. Bəli, mən də Nurlanı təbrik edirəm. Allahdan ona uzun ömür, can sağlığı arzu edirəm. Qazağın Çaylı kəndinə xüsusi salamlarımızı çatdırırıq. Deməli, salam Kamran bəy, necəsiz? Qaya xanım tələb, onu yazır. Vəsilə Quliyevadır, xanəndə, metodist. Az öncə yazan, bəli, fikirlərini bölüşmüşdü. Tofiq Ürqayev mənim tələbəmdir. Vəsilə Quliyeva, xanəndə, metodist. Müsalə xanım, çox sağ olun ki, belə istedadlı balalar hər zaman dəstəksiz və bu sənətin sirlərini onlara aşılayırsınız. Yaxşı ki, varsınız, minnətdaram. Müsalə xanım, ümumiyyətlə, belə deyək, sizdə, belə deyək, o ictimai birlikdə şagirdlər deyim, tələbələr deyim, say olaraq neçə nəfərdir ümumiyyətlə? Artıq 700-dən çoxdur. 700-dən çoxdur. Biz, bəli, həm Bakı, həm də regionlardakı istedadlarla işləyirik. Bir neçə qruplarımız var, qrup üzərindən çalışırıq. Amma layihələr müddətində ya onlar Bakıya gəlirlər, ya biz regionlara gedirik, tədbirlərdə iştirak edirik. Hər birindən davamlı işləyirik. Yəni, tədbir xətrinə tədbir keçirtmirik. Biz o tədbiri, müsabiqəni keçirtdik, orada qaliblərlə də işləyirik. Orada görürsən ki, həyəcanlanmı, özünə inam əskikliyindən olan uşaqlarımız olur, onlarla bizim müəllimlərimiz. Elə Vəsilə xanım özü İntiqam müəllim aylarla uşaqlarımızla təmənnasız, tam təmənnasız. Onları öyrədiblər. Bizim digər müəllimlərimiz də var. Onlar da, yəni bizim dərnəkdə, ofisimizdə uşaqlarla məşğul olurlar və növbəti çəkilişlərdə görürsən ki, həmin uşaqlar artıq əvvəlkindən çox fərqli olurlar. Çox fərqli olurlar, bəli. Və ümumiyyətlə uşaqların gələcəyi təsadüflərlə formalaşmır, tərbiyə ilə formalaşır. Tərbiyə ilə, bəli. Bu tərbiyənin də 3 əsas dayağı var. Məktəb, valideyn, müəllim. Müəllim. Əgər bu üçlük birlikdə çalışarlarsa cəmiyyət qazanacaq. Cəmiyyət özgüvənli,
mədəniyyətli, vətənpərvər, gözəl gənclər qazanacaq. Ona görə bilirsiniz, bəzən uşaqların hansısa bir mənfi hərəkəti olanda məktəb valideyn məktəbin üzərinə atmamalıdır. Əgər belə olarsa, cəmiyyət olaraq hər birimiz həmin gəncləri itirəcəyik. Ona görə lazımdır ki, birlikdə çalışmaq, həmin gəncləri qazanmaq, itirmək çox asandır. Amma qazanmaq üçün əl birliyinə çalışmaq. Sonra xanım, olubmu ki, hansı bir tədbirdə olmuşsunuz və yaxud da el şənliyi, məclis və yaxud da getdiyiniz, dəvət aldığınız, belə deyək də, hansı bir ailəyə qonaq oldu. Orada istedadlı bir uşağı görmüşsünüz. Demişsiniz, ay valideyn, bu niyə görə bu uşağın istedadını boğmusunuz? Qoy onu özünüz cəlb eləmişsiniz. Bəli, mən qohum toylarına gedəndə belə mənə gülürlər. Çünki mən orada belə ancaq uşaqlarla çalışıram, uşaqları toplayıram ətrafıma. Onlarla ünsiyyətdə oluram. Bəli, hər birinin artıq gözlərinin içinə baxanda hiss eləyirik artıq biz ki, bu uşaqda nə isə var. Belə uşaqlarımız çox olub, bəli, tədbirlərdə, xeyir işlərdə, kənar tədbirlərə dəvət alıram orada. Onları dəvət edirik, onlarla işləyirik, tanıtımlarına da. Bəs olubmu sizə müraciət edib tədbirlərdə iştirak üçün və yaxud el şənliklərində, hansı ki, belə deyək də, qanararla uşaqları? Qanararla bəli, uşaqlarımız çox gedib tədbirlərə. Tədbirlər. İlk əvvəllər biz özümüz çox əziyyət çəkirdik. Bilirsiniz ki, bir tədbirin ərsəyə gəlməsi böyük bir xərc tələb edir. Amma bunda biz artıq getdikcə hansı bir şirkətlər ad çəkməyəcək, bizə dəstək oldular, ziyalılarımız dəstək oldular. Və mənim çox gözəl, dəyərli valideyn kollektivim var ki, bütün xərci demək olar ki, tədbirlərin xərcini həmin valideynlər özləri imkanı çatan valideynlər var ki, kömək edirlər ki, az təminatlı ailələrin. Bizdə məqsəd odur ki, zaten imkanı olan uşaqlar irəli gedəcək. Məqsəd odur ki, az təminatlı ailələrin istedadlı uşaqlarına dəstək olaq, onlar da irəli gəlsin və bu sahədə bəli, digər valideynlərimiz bizə dəstək olur. Çox sağ olun, təşəkkür edirik. 2454 nömrəsindən yazır. Salam, sabahınız xeyir olsun Kamran bəy. Mən oradakı uşaqları təbrik edirəm. Yusifimi də zəhmət olmasa adını söyləyin. Yusifin Zina nənəsinin adından təbrik edirik. Zina. Hazırda bizi izləyir Zina nənəsi. Çox sağ olun, təşəkkür edirəm izlədiyiniz üçün bizi. Nə deyə bilərəm? Nə arzu edirsən Zina nənə üçün? Təbrikiniz üçün. O artıq arzularını dedi. Allah can sağlığı versin. Uzun ömür, can sağlığı versin. Başqa nə deyə bilərəm? Təşəkkür edirəm. İlqar. Bəli. Bəlin şirin olsun. Ümumiyyət, başqa hansı istedadın, bacarığın var ifadan başqa? Mən belə deyim. Yaxın tutaq mikrofonu. Mən belə deyim ki, mən uşaq vaxtı heç bir zaman düşünmürdüm ki, mən musiqiçi olaram. Çünki mən özüm Rus sektorunda oxuyuram. Ha, Rus bölməsindəsən, ha? Bəli. Ona görə mən uşaq vaxtı bağça dönəmində tamaşalar olurdu, bizdə olurdu. Aktyorluq eləyirdim. İlk dəfədə Müslüm Maqamayevin mahnısını 5 yaşımda oxumuşam. Əslində heç bir sonra düşünməmişəm ki, yəni incəsənətə gələrəm, eləyərəm. Evdən çox dəstək olan ata yoxsa da? Dədir, hər ikisi də təbii ki. Hər ikisi də dəstək olublar. Və karantin vaxtı mən bilirsiniz ki, onlayn təhsilə keçmişdim. Onlayn, bəli. Onda sosial şəbəkələr üzrə İfalar təqdim eləyirdi. Bəli, Respublikamızın xalq artisti salamlamaq istəyirəm. Mənsum İbrahimovun bir xaricdə ifa elədiyi, səfərlərin birində ifa elədiyi bir video qabağıma çıxmışdı. O videodan baxıb mən bilmirdim ki, yer gələndə ki, muğam deyilən bir sənət var. Bəyənmişdim ki, ifanı və biraz Mənsum müəllimə qulaq asırdım, sonra digər xanəndələrimizə qulaq asdım. Və mənim ilk müəlliməm Aytən Məhərrəmov olub. Yaxın tut mikrofonu. İlk müəlliməm Aytən Məhərrəmov olub. İndi isə ustadım Güləz Məmmədovadır. Sən neçənci sinifdə oxuyursan? 7-ci sinifdə. Necə səlis, necə nikdən, yəni intellektual səviyyəsi? Maraqlı, öz istedadını öz aşkarlayıb. Bəli, öz istedadını öz aşkarlayıb. Və Azərbaycan dilində danışa bilmədiyim üçün Rusça danışıram. Mən deyərdim ki, Azərbaycan dilində elə bəzi aparıcılardan qəşəng danışırsan həqiqətən. Səlis, nitqdən. Mən xahiş edəcəm, İlqar Bayramlıdan növbəti bir ifa gəlsin. İlqar Bayramlını dinləyək, sevə-sevə.
kimi hərdən qalxar göyən aləm, bir an görünər yar, sənsiz mənə aləm. Bir ney kimi hərdən qalxar göyən aləm, bir an görünər yar, sənsiz mənə aləm. Sən könlümün evində sönməz bir işıqsan, sən can evimə canan, solmaz yaraşıqsan, solmaz yaraşıqsan. Gəl, 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 ömrümün baharı, gəl, 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 eşqimin vüqarı. Gəl, 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 ömrümün baharı, gəl, 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 eşqimin vüqarı. Yar dağlar aşaram, eşqinlə coşaram, bir şux baxışına min nəğmə qoşaram. Yar dağlar aşaram, eşqinlə coşaram, bir şux baxışına min nəğmə qoşaram. Sən könlümün evində sönməz bir işıqsan, sən can evimə canan, solmaz yaraşıqsan, solmaz yaraşıqsan. Gəl, 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 ömrümün baharı, gəl, 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 eşqimin vüqarı. Gəl, 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 ömrümün baharı, gəl, 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 eşqimin vüqarı, ömrümün baharı, eşqimin vüqarı. Fəxr eləmə ən bülbül şeyda, çəmənin var. Qoy fəxr eləyim, mən ki gözəl bir vətənim var. Aman, 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 bağlam ey. Namərdəm əgər, huri qılmağını değişsəm ayar. Gülizar, yar, ayar. Gülizar vətəndə o gözəller ki benim var. Ey dağ, ey dağ, ey dağ. Yar, 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 yar. Ömrümün baharı, eşqimin vüqarı. Təşəkkür edirik. Tofiq Bayramlı. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, Tofiq Bayramlı öz istedadını özü aşkar edir. Bəli, az öncə özü də qeyd etdi. Yəni doğrudan da bir gəncin, bir uşağın istedadını özü aşkar etməyə özü də bir möcüzədir. Özü də bir, mən deyərdim, böyük fəxarətlə söyləyərdim ki, nə yaxşı ki, belə bizim istedadlı gənclərimiz var. SMS-lərimiz var. SMS-lərimizi mən səsləndirim. Salam, sabahınız xeyir olsun. 9916 nömrəsindən yazır. Aha, burada SMS-lər çoxdur. SMS-lər çoxdur. Deməli, salam, sabahınız xeyir olsun. Mənim nəvəm
Aminin ayın 20-sində, bəli, ad günüdür. Onu təbrik et, onu səsləndir, xahiş edirəm. Şəmkirin Dəllər Cəhər kəndindən yazır, 3942 nömrəsindən. Amini təbrik edirik. Allahdan ona uzun ömür, can sağlığı arzu edirik. Qoy hər zaman adı zirvələrdən səslənsin, sevilib seçilən övladlardan olsun inşallah. Belə Şəmkirin Dəllər Cəhər kəndinə qucaq dolusu salamlarımı çatdırıram. Salam, sabahınız xeyir olsun. Mən Tofiqin nənəsiyəm, yazır. Bəli, maşallah, nənələr aktivdir bugün. Ağbirçi analarımız aktivdir, fəaldır. Salam, sabahınız xeyir olsun. Mən Tofiqin nənəsiyəm. Yola açıq olsun, səsi həmişə yüksəklərdən gəlsin. Müəllimələrinə təşəkkür edirəm. Dəstək olursunuz, gözəl balalara çox sağ olsun deyirik. Nənənizin adı nədir? Firuzə. Firuzə nənə çox sağ olun. Firuzə anamız, Allah sizə can sağlığı versin ki, bizim efirimizi izləyirsiniz. Salam, sabahınız xeyir olsun. Bunu deməli... Salam, sabahınız xeyir olsun. Mən Tofiqin bibisi Gülüzar. Maşallah. Gülüzar. Uğurlar arzu edirəm. Səsi yüksəklərdən, zirvələrdən gəlsin. Dünya televiziyasına təşəkkür edirəm. Körpə balaları tanıdırsınız. Çox sağ olun. Deməli, 8255 nömrəsindən yazdı bizə tamaşaçımız. Bəli. Bibiniz yazdı daha doğrusu. Bugün bizi izləyən tamaşaçılarımız çox aktivdir, çox fəaldır. İlqar, az öncə mən atanızı gördüm. Ata ilə gəlmişsən. Bəli. Harada yaşayırsınız siz ünvan olaraq? Yasamal, yaxın tutar. Atanızın adı nə idi? Məzahir. Məzahir. Məzahir müəllim söylədi ki, mütləq mənim adımı qeyd elə. Məzahir müəllim, sağ olun, çox sağ olun ki, İlqarı bəli, studiyamıza gətirmişsiniz, əziyyət çəkmişsiniz. Yəni, bir ata olaraq öz borcunuzu həyata keçirirsiniz. Məzahir bəy, sizə təşəkkür edirəm. Çox sağ olun, Allah sizi var eləsin. Hə, uşaqların nə arzusu var, nə istəyi var? Rüqayə, çox sakit dayandın ha bugün. Amma yox, Rüqaya qəşəng ifa təqdim elədi az öncə. Müsağa xanım, buyurun. Mən bir daha sizə təşəkkür edirəm. Vaxtımız var hələ ki, var, bəli. Təşəkkür edirəm, çünki bizim istedadlı gənclərimizə vaxt ayırdınız. Məncə, hər biri də kifayət qədər gözəl ifalar nümayiş etdirdilər. Və mən fəxr edirəm bizim gənclərimizlə, ona görə ki, hər birində yüksək ailə dəyərləri var. Müəllimlərinə böyük hörmət görürəm, sayğı görürəm və hər zaman da belə qalın. Çünki mən sadəcə ictimai birlik rəhbəriyəm, təşkilatçıyam, tədbirlər keçirirəm, sizi dəvət edirəm. Amma sizin üzərinizdə əməyi olan müəllimlər, ustadlarımız var ki, onları heç vaxt əməyini itirmək olmaz. Üsala xanım, 9 ildə artıq bu fəaliyyət göstərirsiniz. 9 ildən öncə belə deyək, hansı idi fəaliyyətiniz sahə olaraq belə deyək? Belə deyək, mən özüm ingilis dil müəllimiyəm, amma orta məktəbdə çalışmamışam, müəyyən mərkəzlərdə, kurslarda işləmişəm, müxtəlif vəzifələrdə çalışmışam. Həm də yazaram, mətbuatda çalışıram, admin redaktoram xəbər saytlarında. Nə gözəl. Və ilk növbədə mən başlayanda Sizi Tanıyaq, Etibarlı Əllər layihəsi, sonra Sizi Tanıyaq layihəsi bu adla başlamışdıq. Yəni, belə deyim, kör təbii şəkildə başlamışdım. Amma artıq yetərincə nailiyyətləriniz göz önündədir. Siz məqsəd olandan sonra, uşaqlara sevgi olandan sonra artıq sonradan professionallaşdıq və sayt, Asiya info saytı nəzdində başladıq Sizi Tanıyaq layihəsi çərçivəsində. İstedadlı uşaqlarla çalışdıq, kiçik tədbirlər, ən çox vətənpərvərlik ruhunda tədbirlər keçirirdik və belə-belə həm biz uşaqları daha çox tanıdıq, məktəblərə dəvət aldıq, tədbirlərdə iştirak etdik və nəhayət 30 iyun 2021-ci ildə Ədliyyə Nazirliyinin dövlət qeydiyyatından keçdik və dövlət qeydiyyatından keçdiyimiz ildən də agentliyin bütün qrant müsabiqələrində iştirak edərək hər birində qalib olmuşuq. Bəs yaş məhdudiyyətləri var? Yaş məhdudiyyəti yoxdur. Elə deyim ki, bizim rayon səfərimiz oldu. Yusifin atası orada mən kəşf etdim. Bəzən istedadlı uşaqlarla çalışırıq, onların valideynlərini kəşf edirik. Çox gözəl səsi var. O da ifa edirdi. Təşəkkür edirik. Çox sağ olun. Hörmətli izləyicilər, hazırda bəli reklamlardır. Reklamlara ayrılırıq. Qısa aradan sonra bərabərliyimiz davam edəcək. Gözünüz Dünya Televiziyasında olsun. Reklamlar. Təşəkkür edirik. Bəli, artıq reklamlarımız bitdi, bərabərliyimiz davam edir. Hazırda İlqarın bibisi bizi izləyir. Zərdab şəhərindən. Məmmədova İqlimə xanıma da təşəkkür edirik. Çox sağ olun. Artıq bu efirimizin sonuna çatmış. Efir necə tez yekunlaşdı. Qısa bir dənə təşəkkür elə bir cümlə ilə. Təşəkkür edirəm, can sağlığı arzu edirəm. Yusuf, buyur əzizim. Təşəkkür bildir qısa cümlə ilə. Təşəkkür edirəm hər kəsə. İzlədiyiniz üçün can sağlığı bildirirəm. Hər kəsi bizi izlədiyinə görə çox təşəkkür edirəm. Denə öpürəm, çox sağ olun. Təşəkkür edirəm, öpdüm. Vüsala xanım, çox sağ olun. Çox sağ olun. Sizə və Dünya TV-nin rəhbərliyinə təşəkkür edirik. Çox sağ olun. Bəli, istedadlı balamız Yusuf Hüseynlidən
Sonda bir gözəl ifa gəlir. Bugünlük sağollaşırıq və sabah mənim həmkarım Günay Fuad qızı bəli efirdə olacaq. Sağ olun, salamat qalın. Buyurun. Bir gün yadınıza düşsem mən eğer, bu doğma yerlerde axtararsınız. Bir gün yadınıza düşsem mən eğer, bu doğma yerlerde axtararsınız. 5-6 nəğmənin müəllifini sevən könüllərdə axtararsınız. Çağında, İsa bulağında, Araz qırağında, Sonalı göllərdə axtararsınız. İlk bahar çağında, İsa bulağında, Araz qırağında, Sonalı göllərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Gözəller gözəli vətəndir vətən, nə duman görəcək, nə çizgin, nə çən. Gözəller gözəli vətəndir vətən, nə duman görəcək, nə çizgin, nə çən. Məni kərvan kərvan mən alıb kəsən, aylarda illərdə axtararsınız. Kərvan kərvan mən alıb kəsən, aylarda illərdə axtararsınız. İlk bahar çağında, İsa bulağında, Araz qırağında, Sonalı göllərdə axtararsınız. İlk bahar çağında, İsa bulağında, Araz qırağında, Sonalı göllərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə axtararsınız. Axtararsınız, axtararsınız, nəğməli dillərdə